Hər vaxtınız xeyir, dəyərli kanal izləyiciləri. Bu videomuzda müəllimlərin işə qəbul imtahanına hazırlaşan ibtidai sinif müəllimləri üçün Azərbaycan dilindən düşündürücü 5 sual paylaşacağam. İzaha keçmədən öncə kanala abunə ola bilərsiniz. Qeyd edeyim ki, bizim növbəti qrupumuz martın sonları, aprelin əvvəlinə təsadüf eləyəcək. Dərslər haqqında ətraflı məlumat üçün ekranın bu hissəsində gördüyünüz telefon nömrəsi vasitəsilə bizimlə əlaqə saxlaya bilərsiniz. Bizim onlayn dərslərimizdə dərslərin sayı həftədə 3 dəfə olur. Bu dərslərin biri sırf olaraq həftənin bazar günündə canlı yayım mətn izahlarından ibarət olur. Digər ikisi də normal dərslərimizin formatıdır. Tam ətraflı məlumat üçün bizə WhatsApp-dan yaza bilərsiniz. Keçək sualların izahına. Birinci sual. Doğru fikirləri müəyyən edin. Zərf cümlədə tamamlıq kimi işlənə bilər. Deməli, zərf cümlədə tamamlıq ola bilər. Yer zərfləri, məsələn, aşağını təmizlədim. Təmizlədim. Nə etdim? Təmizlədim. Kim? Mən. Bu cümlədə mən mübtədadır, amma buraxılıb. Haranı, aşağını. Haranı sualı tamamlığın sualı olur və aşağı da yer zərfidir. Yəni, bir doğrudur. Cəmilə də getməlidir ha cümləsində əmr ədatı işlənib. Ümumiyyətlə, ha ədatı həm əmr ədatı, həm də qüvvətləndirici ədat ola bilər. Əgər ha ədatından əvvəl feilin əmr şəklində olan söz gəlibsə, o zaman ha ədatı olur əmr ədatı. Yox, əgər əmr şəklindən başqa istənilən söz gəlibsə, ha olur qüvvətləndirici ədat. Məsələn, deyirəm ki, bizim kitablarımız var, ha. Var, feil deyil. Deməli, ha burada oldu qüvvətləndirici. Getməlidir ha, mal-məli feilin vacib şəkildir. Deməli, ha oldu qüvvətləndirici ədat. Ona görə əmr ədatı fikri səhvdir. Birincilik arzusu birləşməsində sıra sayı işlənib. Birincidən birincilik yaranıb. Yəni, sonuncu leksik likdir. Lik də isim əmələ gətirir. Lik heç bir zaman say əmələ gətirmir. Birincilik, ikincilik, üçüncülük, onunculuq. Yəni, lıq, lik, luq, lük şəkilçisi heç vaxt say yaratmır. Ona görə sıra sayı işlənir fikri səhvdir. Sözün qrammatik mənasını müəyyən etmək leksik təhlilə aiddir. Bəli, sözün tərkibində biz leksik təhlil aparırıqsa əgər, bu leksika bəhsinə aid olan təhlil deməkdir. Leksika bəhsində həm sözün leksik, həm də qrammatik mənasını öyrənirik. Yəni, 4 tamamilə doğru fikirdir. Gülmək sözünə eyni köklü söz tapmaq olmaz. Bu da doğru fikirdir. Nəyə görə olmaz? Çünki gülmək feili sadə feildir. Sadə sözlər eyni köklü ola bilməz. Yəni 5 də doğrudur. 1 də buradan doğrudur. 1, 4, 5 düzgün cavabımız oldu. D variantı. Davam edirik növbəti sualımızdan. Nümunənin təhlilinə aiddir. Bəlkə də borcundan çıxmadım vətən. Ömür bahar deyil bir də qayıtsın. Ölsəm də qoynunda qoy ölüm ki mən. Çürüyüm bir ovuz torpağın artsın. Feillərdən yalnız biri şəxsə görə dəyişmir. Şəxsə görə dəyişməyən feillər təsriflənməyən feillərdir. Baxaq görə bu nümunədə hansı feillər var? Çıxmadım, bu təsriflənən feildir. Xəbər şəklindədir. Ömür bahar deyil, bir də qayıtsın təsriflənən feildir. Bu əmr şəklindədir. Ölsəm, bu təsriflənən feildir. Şərt şəklindədir. Qoynunda qoy ölüm ki mən ölüm, burada əmr şəklindədir. Amma qoy burada ədat məqamında işlənib, əmr ədatıdır, bu feil deyil. Çürüyüm, bu əmr şəklində olan feildir. Bir ovuz torpağın artsın, bu da əmr şəklində olan feildir. Feillərdən yalnız biri şəxsə görə dəyişmir. Yəni, burada təsriflənməyən feil yoxdur. Yəni, biri yox, heç biri şəxsə görə dəyişmir. Yəni, hər biri şəxsə görə dəyişir daha doğrusu. Burada təsriflənməyən feil yoxdur. Biri götürə bilmirəm. Nümunədə düzəltmə feili yoxdur. Çıxmadım sadə, qayıtsın sadə, ölsəm sadə, ölüm sadə, çürüyüm sadə, artsın sadə. Bu doğrudur. Feillərin 4-ü eyni şəkildədir. Çıxmadım xəbərdir, qayıtsın əmir, 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 əmir. 4-ü əmirdir, biri şərt, biri xəbər. Yəni bu doğrudur. 3-cü misrada 3 feil var. Ölsəm də qoynunda qoy ölüm ki mən. Ölsəm və ölüm. 2 dənə feil var. Qoyu burada çaşdırmam üçün veriblər. Qoy burada ədatdır. Yəni 3 yox, 2 feil var, səhvdir. Feillərdən yalnız biri xəbər vəzifəsində. Burada pam deyil, yəqin ki bu klaviatura xətası olubdur. Xəbər vəzifəsində deyil. Baxaq görək, çıxmadım xəbər vəzifəsindədir. Qayıtsın xəbərdir, ölsəm xəbərdir, ölüm xəbərdir, çürüyüm artsın. Hər biri xəbərdir.
Yəni xəbər vəsiləsinə deyil deyir. Burada səhv fikirdir. Hamısı xəbərdir. Yalnız 2 və 3 doğru fikirdir. Cavab olacaq B variantı. 3. Bəndlərin birində kəmiyyətə görə uzlaşma əlaqəsi dilin qrammatik normasına görə yanlış işlənib. Yıxılana balta çalan öz sonunu hazırlayar. Nə edər? Hazırlayar. Kim? Yıxılana balta çalan. Baxın, hazırlayar təkdir. Yıxılana balta çalan təkdir. Yəni, kəmiyyətə görə uzlaşma özünü göstərib burada. Tamamilə doğrudur. Kəndlilərin davası hələ yenicə yekunlaşmışdır. Kəndlilərin davası. Bunu niyə ayrıca yazdım? Baxın, izah edirəm. Nə etmişdi? Yekunlaşmışdı. Nə yekunlaşmışdı? Kəndlilərin davası. Əgər bir mübtəda, yəni hər hansı bir cümlə üzvü söz birləşməsi ilə ifadə olunubsa, bunun təkdə və cəmdə olan məsələsini biz necə müəyyənləşdirəcəyik? Söz birləşməsində birinci tərəf asılı, ikinci tərəf əsasdır. Yaxşı, indi məntiqlə düşünək. Sizcə asılı tərəf mi üstün olar, əsas tərəf mi üstün olar? Təbii ki, əsas tərəf. Yəni biz əsas tərəfə görə hərəkət eləyəcəyik. Burada kəndlilərin sözü asılı tərəf cəmdə olsa belə, əsas tərəfimiz davası təkdə olduğuna görə, yekunlaşmışdı xəbəri də təkdə olduğuna görə, dava təkdə olduğuna görə burada kəmiyyətə görə uzlaşma özünü göstərib deyəcəyik. Ağacdakı quşlar səs-səsə verib ötüşürdülər. Nə edirdilər? Ötüşürdülər. Kim? Və ya nə? Quşlar. Quşlar ötüşürdülər. Mübtəda cəmdə, xəbər də cəmdədir. Əgər heyvan anlayışı bildirən ifadənin mübtədası cəmdədirsə, xəbər təkdə ola bilər, cəmdə də ola bilər. Bu dilin normasına görə hər iki variant da doğrudur. Və kəmiyyətə görə uzlaşma da özünü göstərib, yenə burada uyğunluq var. Gələnlərin hamısı bunu bilirdilər. Fikir verin indi. Gələnlərin hamısı. Burada əsas tərəf hansıdır? Hamısı. Təkdədir, cəmdədir? Təbii ki, təkdədir. Hamı təkdədir. Gəlirdi, bilirdilər, cəmdədir. Deməli, bir tərəf tək, digər tərəf cəm. Yəni, burada kəmiyyətə görə uzlaşma normaya görə pozuldu. Çünki gələnlərin hamısı insan anlayışı bildirir. Təksə tək, cəmsə cəm olmalıydı. Yəni, gələnlərin hamısı bilirdi olmalıdır. Ona görə bu doğru cavabımızdır. Çobanın quzuları üzü yuxarı dırmaşırdılar. Quzular dırmaşırdılar. Yəni, burada uyğunluq yenə də var. Səhvimiz olacaq D variantında. Növbəti suala baxırıq. Nümunədəki ikinci dərəcəli üzvlərlə bağlı doğru fikri göstərin. Poylu kəndinin qırağında yerləşən bu qəbristanlığın 4 yanındakı düzlər əkənək idi. Nə idi? Əkənək idi. Nə? Düzlər. Hansı düzlər? Deməli, Poylu kəndinin qırağında yerləşən bu qəbristanlığın 4 yanındakı düzlər. Qəbristanlığın 4 yanındakı düzlər. Hansı düzlər? Bu düzlər. Hansı qəbristanlığın? Bu qəbristanlığın, daha doğrusu hansı qəbristanlığın? Poylu kəndinin qırağında yerləşən qəbristanlığın. Burada 2-3 təyin var, bir mübtəda, bir xəbər var. Əkənək ismi xəbərdir, ifadə vasitəsi quruluşda düzəltmədir. Burada əkənək idi cümlənin xəbəridir. Xəbər də cümlənin baş üzvüdür. Şərt bizdən ikinci dərəcəli üzvlər haqqında doğru fikir istəyir. Baş üzv haqqında yox. Yəni, bu fikir olaraq doğrudur. Əkənək sözü əkməkdən əkənək olur. Necə ki, biçməkdən biçənək olur. Əkməkdən də əkənək olur. Düzəltmə isimdir, ismi xəbərdir. Yəni, fikir olaraq doğrudur bu. Amma ikinci dərəcəli üzv yox, baş üzv haqqında doğru fikirdir bu. Ona görə mən A-nı götürə bilmirəm. Təyinlərdən biri söz birləşməsi ilə ifadə olunmuşdur. Burada Poylu kəndinin qırağında yerləşən fe'li sifət tərkibidir. An, ən. Doğrudur bu. Amma qəbristanlığın 4 yanındakı yəli mənsubiyyət. Bu da isim birləşmə ilə ifadə olunub. Yəni, bir isim birləşmə, bir fe'li birləşmə. 2 dənə söz birləşməsi var təyin olan. Ona görə biri yox, ikisi. Söz birləşməsi ilə ifadə olunmayan təyinat nümunələr var. Burada bu söz birləşməsi ilə ifadə olunmayan təyindir. Amma bir dənə nümunədir. Nümunələr ifadəsi bura uyğun gəlmir. Bir dənə nümunə var. Bu və qəbristanlığın sözlərini cümlədən çıxarsaq da, say təyinin ifadə vasitələrindən biri olmaz. Bunu çıxarsaq, deməli, yerləşən qəbristanlığın, bu doğrudur. Bunu çıxarsaq heç nə olmur. Qəbristanlığın sözlərini çıxarsaq, 4 yanındakı düzlər. Hansı düzlər? 4 yanındakı düzlər. Yəni, burada yenə yanındakı 4 ayrıca təyin olmur. Say təyinin ifadə vasitələrindən biri olmaz. Fikri tamamilə doğrudur. Çünki burada biz
Neçə yanındakı 4 deyib 4-ə ayrıca sual verib müstəqil təyin eləyə bilmirik. Yəni, doğru fikirdir bu. Düzlər mübtədadır, isimlə ifadə olunmuşdur. Bu mübtədadır, baş üzvdür. Ümumiyyətlə, baş üzvlə əlaqəli bu doğru fikirdir. İkinci dərəcəli üzvlə bağlı biz doğru fikir axtarırıq. Ona görə yeni götürə bilmirəm. Yəni, A ilə Y əslində fikir olaraq doğrudur, amma baş üzvlərlə əlaqəli doğru fikirdir. İkinci dərəcəli üzv haqqındakı doğru fikir D variantındadır. 5-ci sual. Nümunədə işlənmiş feillərdən yalnız biri çoxu ilə salamlaşan qonaq onun əlini öpüb gözünün üstünə qoyandan sonra tanışlıq verdi. Feili bağlamadır. Salamlaşan bu feili sifətdir. Əlini öpüb feili bağlamadır. Qoyandan, qoyan, qoyandan, an feili sifətdir. Dan çıxışlı xaldır. Bəli, bu cümlədə tanışlıq verdi. Təsriflənən feildir. Bir dənə öpüb feili bağlamadır. Yalnız biri feili bağlamadır. A variantı doğru cavabdır. Məlum növdədir. Yalnız biri mi? Salamlaşan qarşılıq növdür. Öpüb məlum növ. Qoyandan qoyan məlum növ. Artıq ikisini tapdıq. Deməli B olmaz. Tərkib əmələ gətirilmişdir. Çoxu ilə salamlaşan bir tərkibdir. Hansı qonaq? Çoxu ilə salamlaşan qonaq. Onun əlini öpüb 2 tərkib. Yəni artıq 2 dənə tərkibi tapdım mən. Deməli C variantı yanlışdır. Məcazi mənalı deyil, yalnız biri. Çoxu ilə salamlaşmaq həqiqi mənada işlənib burada. Daha sonra onun əlini öpüb, əlini öpmək həqiqi mənadır. Gözün üstünə qoymaq həqiqi mənadır. Tanışlıq verdi. Bu verdi ümumiyyətlə frazemdir. Yalnız biri deyir məcazi mənalı deyil, amma artıq mən üçünü müəyyənləşdirdim məcazi olmayan. Deməli D bəndinə götürə bilmərəm. Yalnız biri quruluşca sadədir. Salamlaşan, salamlanan, salamlaşmaq bu düzəltmədir. Öpüb sadədir. Qoy, qoyan, qoyandan bu da sadədir. Artıq ikisini tapdım. Deməli, Y variantda uyğun deyil. Yalnız biri feili bağlamadır fikri 5-ci sual üçün doğru cavabdır. Bu videonun da sonuna gəldik. Dəyərli müəllimlər, siz də onlayn dərslərimizlə maraqlanırsınızsa, ekranın bu hissəsində gördüyünüz telefon nömrəsi ilə bizə yazıb, dərslərimiz haqqında tam ətraflı məlumat əldə edə bilərsiniz. İnşallah bayramdan sonra martın sonları, aprelin əvvəllərində yeni qrupla dərslərimiz başlayacaq. Tam ətraflı məlumat üçün bizə yazın. Sağ olun, növbəti izahlarda, növbəti videolarda görüşərik.